Salam Mahmud Ağlarov kanalının əziz izləyiciləri, davamlı izləyiciləri, hamınızı salamlayıram. Bugün ekol ola bilməyən ekol mediadan danışacağıq. Deməli əziz dostlar, mən 2023-cü ilin aprel ayında oraya 2 dəfə getdim. Mənə dəvət gəlmişdi. Orada elə bir Azərbaycanda, həm Türkiyədə daha yenicə açılan bir oyunculuq şirkəti kimi idi. Və daha sonra da ilk açıldıqda elə mən Instagramda gördüm. Daha sonra mənə dəvət gəldi. Getdim ora. Aprel ayıydı. Aprel ayının 27-si çox yaxşı yadımdadır. Daha sonra ora getdim. Orada bizdə tekst verdilər. Mənə tekst verdilər ki, bunu əzbərləyib elə səhnəyə çıxıb özünü göstərmək lazımdır. Və daha sonra əgər uğurlu olarsa seçim olunanda seçiləcəksiniz və artıq dərslərdə iştirak edəcəksiniz. Əziz dostlar, mən ora deməli getdim. Teksti əzbərə su kimi əzbərlədim çox gözəl şəkildə və orada elə bir deneme, yəni auditionda Allahıma şükürlər olsun ki, çox gözəl iştirak elədim və mənə dəvət elədilər, dəvət göndərdilər ki, siz seçilmisiniz. Bizim 3 aylıq dərslərimizdə iştirak etməyinizi xahiş edirik və ondan sonra da dedilər ki, 3 aylıq məşqin sonunda siz kinoya çəkiləcəksiniz və eyni zamanda ödəniş belə alacaqsınız. Əziz dostlar, deməli 3 aylıq mərhələ məndə may ayında başladı. İlk 2 dərsdə olmadım. Daha sonradan getdim, bir dərs xaric, 1-2 dərs xaric bütün dərslərdə oldum. Orada da sistem belə idi. 3 aylıq ödəniş edirdiniz. Ödəniş 1 aylıq 200 manat idi. 3 aylıq ödəniş olunurdu dərs keçirilən müddətdə və amma ondan əlavə 200 manat bir də ödəyirdiniz. Yəni 3 aylıq keçilir, hər ay 200 manatdan, amma siz 4 aylıq ödəniş ödəyirsiniz. Yəni 800 manat. Nəsə deməli belə oldu. Dərslərdə əziz dostlar, mən ilk ora başlayanda deməli Kənan əmim gəlmişdi. Kənan əmim də çox belə özündən razı biridir. Yəni baxılır da, yəni baxan görür də ki, belədir bu. Yəni mənim orada hələ belə onu sındırmaq üçün bir hərəkətim olmuşdu. Söz deyəndə bilmədən bir söz demişdi. Yəni belə deyim də, yanlış bir şey doğru kimi qəlmə verəndə mən demişdim ki, yox, bu belə deyil, elədir. Sonra da ki, demişdi, ha, doğrudan elə sındırmışdım onu, çox gözəl. Elə sındırmışdım onu, çox gözəl yadımdadır və bundan sonra da əziz gözəl dostlarım, deməli Kənan əmimdən sonra Rəşad Kəsəmənli gəldi. Amma Kənan əmim, əziz dostlar, onu deyim ki, orada deyirdi ki, gəlin bu şeiri deyin. Yəni aktyor oyunu, bu sənətə aid bir şey öyrətmək yox idi onun dərslərinin heç birində, əziz dostlar. O 2 dərs olmuşdu. Daha sonra Rəşad Kəsəmənli gəldi, amma Rəşad Kəsəmənli həqiqətən məşğul olurdu. Yəni etüdündən olsun, səhnə danışığından olsun, aktyor oyunundan olsun, hər bir şey kimi. Yəni hər bir şey olmasa da bəzi şeyləri yəni göstərirdi. Çünki müddət də az idi. O 1 ay burada bizdən məşq etmişdi. Amma yəni göstərirdi həqiqətən də, yəni ona yəni haqqını vermək lazımdır. Daha sonra Türklərdən Cəmal Gönən gəlmişdi. Cəmal Gönənin dərsləri, Cəmal Gönən də Rəşad Kəsəmənli kimi o da çox gözəl məşğul olurdu. Yəni o 1 ay müddətlə Bakıda olmuşdu. O 1 aya yəni aktyor oyunu, etüd falan yox idi onda, amma aktyor oyununa o sırf sadəcə aktyor oyununa fikir verdi, kamera oyunu ki, aktyorluqda da yəni əsas şeylərdən biri budur. Yəni göstərirdi, məsələn bir sözü fərqli duyğularla, hisslərlə necə demək lazımdır, hamısını o göstərirdi, deyirdi. Bizdən yəni məşğul olurdu. Yəni hamıya şans verirdi ki, çıxsın səhnədə özünü göstərsin. Deyirdi ki, yəni utanmaq lazım deyil. Bu yəni aktyor olmaq istəyirsənsə utanmamalısan. Yəni belə şeylər olurdu. Daha sonra Burçin Bildik gəldi. Burçin Bildik cəmi 2 dərsdə oldu. O keyfiyyətli dərs keçmədi. Özcan Varaylı mənim olmadığım dərslərdə olmuşdu. Mən olmamışdım onun dərslərində, videolarına baxırdım Instagramdan ki, sanki belə keyfiyyətli dərs keçmiş. Uşaqlar da sonra həqiqətən yəni haqqını verdilər ki, düz deyirsən, həqiqətən yəni onun dərslərində mənasız bir şeydi. Yəni heç nə öyrədilmirdi. Sadəcə o özü məsələn Qutlar vadisində olub, ondan 1-2 səhnə uşaqlara deyirdi ki, gəlin oynayın. Yəni Kabadayı filmi kimi, Kabadayı filmi çəkilmiş kimi də, yəni sadəcə yola vermək adıyla.
Və əziz dostlar, ən sonda İpək Tənolcay olmuşdu dəstə. Mənim son dəstələrimdə İpək Tənolcay olmuşdu. Əziz dostlar, İpək Tənolcayın yeri məndə başqadır. Çünki o 2 dəstəsinə gəlmişdi. Deməli, bizə oradan səsli mesaj göndərmişdi WhatsApp-dan ki, mən 2 dəstəsinə bir həftəliyinə gəlirəm. Hər şəxsin, hər tələbənin 2 dərsində olurdu və sizə bu dialoqu göndərmişəm, onu əzbərləyin. Mən gələndən sonra, yəni artıq səhnəyə çıxıb onu, həmin o dialoqu oynayacaqsınız. Bircə dəqiqə. Mən də su kimi əzbərlədim. Allahıma şükürlər olsun ki, yəni əzbərim çox yaxşıdır. Tez əzbərləyirəm və çox həmişə də yadımda qalır. İndi belə yadımdadır o əzbər. Əzbərlədim, su kimi getdim. Bir qızla çıxdım. Aptek səhnəsi idi. Mən deyirəm su kimi, amma qız deyə bilmir. Həm utanır, həm yaxşı əzbərləyə bilməyib, ya da özü əzbərləməyib. Yəni belə oynaya da bilmirdi. Nəsə mən əlbəttə ki, razı qalmadım. Çünki əziz dostlar, onu deyim ki, mən sizə aktyorluq elə bir sahədir ki, burada sən dünyanın ən yaxşı aktyoru ol. Amma qabağındakı adam aktyorluğa heç nə bilmirsə, oynaya bilmirsə həmin o səhnəni, əzbərini bilmir və ya hissi ötürə bilmir ki, əsas da hissdir. Yəni hissi ötürə bilsən, improvizə belə edə bilərsən. Bunların heç birini edə bilmirsə, oyun alınmır. Bu adam nə qədər yaxşı aktyor olsun, bu edə bilmirsə, oyun alınmır, heç olur. Və tamaşaçı da orada demir ki, ona baxmır ki, bu yaxşı aktyordur, halal olsun, bu amma pis aktyordur, özlərində çalışmalıdır ya da bu sənətdən getməlidir. Yox, aktyor, tamaşaçı sadəcə oyun görmək istəyir, oyundan zövq almaq istəyir. Və belə olduqda da tamaşaçının heç ürəyincə olmur, oyun bəyənilmir. Bu yaxşı aktyorun da, dünyanın yaxşı aktyoru olsun, onun da əziyyəti, zəhməti heçə gedir. Və mən getdim İpək Tənolcaya dedim bunu, bu iradımı. O da mənə dedim ki, yəni elə biri başqası ilə çıxım da, yəni bilmirəm, gözləmirdim də orada kimsə bunu mənim kimi yaxşı əzbərləyib bu hissi ötürə biləcək. Amma dedim, yəni başqa biri ilə çıxım, bu qızla çıxdım, alınmadı da. Əziz dostlar, fasilə idi onu deyəndə də, məşq arası idi. Daha sonra fasilə bitər-bitməz mənə çağırdı. Mən də ki, yəni hadisələr o qədər tez cərəyan elədi ki, yanımdakı uşaqlardan birinə deyə bilmədim ki, ala bu telefonu kamera ilə çək. Yəni çünki həqiqətən o oyunumun çəkilməyini çox istəyərdim. Hər şey bir anda olduğu üçün olmadı. Amma onunla şəkillərim var, yəni aptek səhnəsi oynadıq və çox zövq aldım. Yəni əziz dostlar, indiyə kimi oynadığım film, serial, tamaşalarda, yəni heç birində oyunumdan, oynadığım oyundakı duyğunu ötürməkdən, o oyunların heç birindən bu qədər zövq almamışdım mən. Yəni həqiqətən partnyorun gücünü bir daha mən gördüm. Partnyorun gücünün çox böyük önəmi var aktyor oyunda həqiqətən. Yəni bunu mən bir daha görüb hiss elədim iliklərimə qədər və daha sonra da belə deyim sizə, mən orada oyun oynayarkən belə deyim də sizə, yəni mən orada dəstələrə gedərkən orada indi bəzi aktyorlar, indi gəlib gedən aktyorlar oldu. Onlar məşhur aktyor deyildilər. Amma yenə də yəni Türkiyədən gələnlər var idi. Yenə də yəni vaxtı ikən ekran önündə gördüyümüz aktyorlar idi. Yəni keçmişdə yəni azca da olsa tanınmışlıqları olmuşdu. Mən amma ondan heç biri ilə şəkil çəkdirmədim. Bunun səbəbi egoma görə deyildi əziz dostlar. Sadəcə olaraq belə deyim də sizə, mən özüm onlarla gələcəkdə, yəni bu sahədə onlardan belə üstün gördüyüm üçün, yəni insan olaraq yox, sırf bu sahədə, yəni daha da qabağa getmək üçün. Burada da pis, ayıb bir şey yoxdur. Ona görə də mən onların heç birinə şəkil çəkdirmirdim, yəni egoma görə yox. Amma sırf İpək Tənolca ilə şəkil çəkdirdim. Bunun da səbəbi onun mənim gedib ona yaxınlaşdım, dedim yenə çıxım oynayım başqa biri ilə. Və onun mənim bu sözümə dəyər verməyi, razılıq verməyi, yəni məni xoşbəxt eləməyi, ona görə mən onunla şəkil çəkdirdim ki, xatirə olaraq qalsın bu. Çünki həqiqətən sağ olsun o mənim dediyimi eləmişdi o da. Əziz dostlar, ikinci hissə birazdan gələcək. İndi isə məsələnin digər tərəfini sizə danışacağım.